Salam izləyicilər. Bugün sizə Toyota'nın yeni və nəhəng həyəcan doğuran elektrikli avtomobili olan BZ3X-i təqdim edirik. Bu kompakt SUV modeli Çinli ortağı Gec qrupun Gec Aeon platformasına əsaslanaraq istehsal olunub və elektrik mobil dünyasında inqilab yaratmağa hazırdır. Video boyunca həm texniki xüsusiyyətləri, həm də bu avtomobilin nə qədər qabaqcıl olduğunu ətraflı nəzərdən keçirəcəyik. Toyota innovasiyalara daimi inamı ilə avtomobil sənayesində liderliyini qoruyur. Bu model Çinli ortaqları Gec Group ilə sıx əməkdaşlıq nəticəsində doğub. Gec Aeon'un elektrikli avtomobil bazası üzərində qurulan BZ3X həm müasir dizaynı, həm də qabaqcıl texnologiyası ilə seçimlərinizi yenidən müəyyənləşdirəcək. Bu əməkdaşlıq qlobal bazara ən yüksək standartlarda etibarlı və ekoloji təmiz nəqliyyat vasitələri təqdim etmək məqsədi güdür. Toyota BZ3X 3 əsas konfiqurasiyada təqdim olunur. 430 Air və Air Plus. Bu konfiqurasiyalar ideal şəhər istifadəsi və orta məsafəli səyahətlər üçün nəzərdə tutulur. 520 Pro və Pro Plus genişləndirilmiş texnologiya paketləri və performans üstünlükləri ilə fərqlənir. 620 Max modeli isə ən yüksək performans və geniş mənzil imkanları təmin edən premium versiyadır. Hər bir modelin mühərrik gücü eynidir, lakin onun təklif etdiyi mənzil göstəriciləri 430 modellərində 430 km-dən, 620 modellərində isə 620 km-ə qədər dəyişir. Bu, sürücü və sərnişinlərin seçdikləri konfiqurasiyadan asılı olaraq fərqli məsafələrdə optimallaşdırılmış təcrübə təqdim edir. Texnologiya baxımından BZ3X həmçinin avtomobil sənayesinə yeni nəfəs gətirəcək bir çox qabaqcıl xüsusiyyətə sahibdir. Avtomobilin sürüş dəstək sistemi Toyota təkmilləşdirilmiş Momenta 5.0 adlı sürüş dəstək sistemi ilə nəqliyyat təhlükəsizliyini bir üst səviyyəyə qaldırır. Bu sistem avtomobilin hərəkətini və reaksiya qabiliyyətini artıraraq həm şəhər içi, həm də uzun məsafəli sürüşlərdə rahatlıq təmin edir. İntellektual çip və sensor şəbəkəsi. Avtomobil Nvidia Drive AGX Orion X çipi tərəfindən dəstəklənir. Bu süni intellektə əsaslanan hesablama imkanlarını genişləndirir və sürücülük təcrübəsinə böyük töhfə verir. Eyni zamanda 11 kamera, 12 radar və lidar sensor vasitəsilə avtomobil ətraf mühiti 360 dərəcə müşahidə edir və dinamik qərarlar qəbul edir. Uzaqdan park və avtomobil idarəetmə. Uzaqdan park etmə funksiyası daxil olmaqla ümumilikdə 25-dən artıq texnoloji xüsusiyyət bu avtomobili gələcəyin sürüş texnologiyası ilə təchiz edilmiş bir keçid nöqtəsinə çevirir. Daxili dizayna gəlincə, Toyota BZ3X istifadəçiyə ən üst səviyyədə texnologiya təqdim edir. 8.8 düymlük LCD alətlər paneli. Bu panel sürücüyə vacib məlumatları, sürət, batereya vəziyyəti, naviqasiya və digər göstəriciləri aydın və rahat şəkildə təqdim edir. 14.6 düymlük mərkəzi informasiya əyləncə paneli. Snapdragon 8155 çipi ilə işləyən bu panel yüksək performanslı və sürətli reaksiya təmin edir. Həmçinin 11 səs gücləndiricili Yamaha səs sistemi ilə dəstəklənərək sürətli və yüksək keyfiyyətli audio təcrübə təqdim edir. Bu sistemlər sadəcə texnoloji alətlər olmaqla kifayətlənmir, eyni zamanda istifadəçilərə asan və intuitiv interfeys təcrübəsini təqdim edir. Toyota BZ3X bazara tam hazır vəziyyətdədir və mart 2025-ci ildən etibarən yeni sahiblərinə təslim olunmağa başlayıb. Bu müasir elektrikli avtomobil əldə etmək üçün bir neçə konfiqurasiya variantı mövcuddur və qiymətləri də olduqca münasibdir. Hazırda bu modeli idxal edən şirkətlər vasitəsilə təqribən $16.000 başlayan qiymətlərlə satın almaq mümkündür. Hər bir konfiqurasiya özünə məxsus xüsusiyyətləri ilə istifadəçi tələblərinə cavab verir və həm sənaye standartlarına, həm də gələcək tendensiyalara uyğun inşa edilib. Toyota BZ3X yalnız bugünün tələblərinə cavab vermir. O həm də gələcəyin nəqliyyat sistemlərinə doğru atılmış bir addımdır. Texnologiyanın daimi inkişaf etdiyi bu dövrdə avtomobil sənayesində bənzərsiz və qabaqcıl xüsusiyyətlərə malik olan BZ3X sürücülərin və sərnişinlərin təcrübəsini tamamilə yenidən təyin edir. Avtomobilin inkişaf etmiş sensor və hesablama sistemləri sürüş təhlükəsizliyi və yüksək enerji səmərəliliyi ilə bir araya gəlir və gələcəyin avtomobilinin necə görünəcəyini bizə göstərir. Mükəmməl dizayn, müasir texnologiya və əlçatan qiymət bu modeli həm fərqli istifadəçilər, həm də korporativ floterlər üçün cəlbedici edir. Əgər siz də elektrikli nəqliyyat vasitələrinə keçid etməyi düşünürsünüzsə, Toyota BZ3X sizin üçün nəzərə alınacaq ən vacib modellərdən biridir. İnnovasiya və praktiklik arasında mükəmməl tarazlığı təmin edən bu avtomobil həm ekoloji cəhətdən təmiz, həm də texnoloji cəhətdən son dərəcə inkişaf etmişdir. İzlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı və şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Yenilənən texnologiyalar və nəqliyyat vasitələri ilə bağlı daha çox video üçün bizi izləməyə davam edin.